Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün Dövlət İmtahan Mərkəzinin sınaq toplusundan 13-cü sınağın izahını vermiş olacağıq. Birinci sualımızda qeyd olunub ki, günəşin zenitdə olduğu ölkələr. Günəşin zenitdə olduğu ölkələr ya tropik xəttin kəsdiyi ölkələr və yaxud da ki, tropik xəttlərin arasında olan ölkələr olmuş olacaq. Türkiyənin tropik xəttləri kəsmədiyinə görə bu şimal tropikindən şimalda yerləşir. Burada zenitdə olmayacaq. İraq və Kanadada, ümumiyyətlə Kanadada daha doğrusu günəş zenitdə olmaz. Kenya və Hindistanda olar. Hindistanın şimal tropik xətti cənubundan keçir. Ona görə müəyyən bir hissəsində günəş zenitdə olur. Kenya isə tropiklər arasında yerləşən bir məntəqəmizdir. Sxemə əsasən fiziki aşınma prosesinin fəal olduğu əraziləri müəyyən edin. Fiziki aşınma prosesi əsasən bilirik ki, düzənlik ərazilərdə, əsasən də isti quraq ərazilərdə müşahidə olunmuş olacaq. Ona görə bizə nə lazımdır? Buradan 1-i götürəcəyik, quraq ərazidir. Daha sonra 2-ni götürərik, bir də 5-i götürmüş olarıq. 1, 2, 5 bizim doğru cavabımız olacaq. Sxemdə təsvir olunmuş çökəkliyin dərinliyini müəyyən etməyimizi istəyir bizdən. Baxın, kəsmə yüksəlimizdə 150 metrdir. Mən çökəkliyin dərinliyini necəm? Kənar horizontal tapmaqla onun daxilindən çıxmış olacağım. Baxın, kənar horizontalları necə taparam? Birinci daxili horizontalın hündürlüyünü tapmalıyam. Bu dərinlikdir deyə kənarlara doğru nə olacaq? Hündürlüyü azalmış olacaq. Nə edəcəm mən? 850 metrdən kiçik 150-yə bölünən ilk ədədi götürəcəm. O da təqribən 750 etmiş olacaq. Növbəti horizontalımızı 150 metr azaldaraq eləyəcəm 600 metr və növbəti horizontalımız isə 450 metr olmuş olacaq. Deməli, məntəqəmizin biri 450 metrdir, digəri isə 850 metrdir. Mən onlar arasında fərqi tapmış olacağım. Çıxılsın 450, o etmiş olacaq 350 metr. Cavab variantımız C variantıdır. Aid olduğu materikin ucqar şimal nöqtəsinin yerləşdiyi ölkələri müvafiq olaraq müəyyən edin. Baxın, 4-cü sualda Şimali Amerikanın şimal ucqar nöqtəsi Kanadada yerləşir. Afrikanın şimal ucqar nöqtəsi Tunisdə, Avrasiyanın şimal ucqar nöqtəsi Rusiyada, Cənubi Amerikanın şimal ucqar nöqtəsi isə Kolumbiyada yerləşmiş olacaq. A variantı doğrudur. Respublikamızda hava limanlarının fəaliyyət göstərdiyi şəhərlər təbii ki, Balakəndə yoxdur, yanlış fikirdir. Qəbələ, Lənkəran, Füzuli doğru fikirdir. Füzulidə də yeni açılmış oldu. Hind Çin yarımadası üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin. Şərq sahillərində Hind okeanının suları ilə yuyulur. Yanlış fikirdir. Şərq sahilləri Hind okeanının suları ilə yox, Sakit okeanın sularından yuyulacaq. Ərazisində qalay Wolfram qurşağı yerləşir. Bəli, dünyada ən böyük qalay Wolfram qurşağı Cənub-Şərqi Asiyadadır. Yağıntılar mövsümü ilin soyuq dövründə yox, isti dövründə düşər. Burada musson iqlimi hakimdir deyə yağıntıları yayda düşəcək. Savanna və seyrək meşələr təbii zonası yayılıb, bəli, həqiqətən də mövcuddur. Mekong düzənliyində çəlti əkin sahələri üstünlük təşkil edir. Doğru fikirdir. Ümumiyyətlə Hind Çin yarımadasında çəlti əkinləri mövcuddur. Burada yerləşən bütün ölkələrin iqtisadi inkişaf səviyyəsi yüksək deyil, əksinə yanlışdır. Yəni az olmuş olacaq. Ölkənin deyir, ixrac etdiyi məhsulun dəyəri 45 milyard ABŞ dolları, idxal etdiyi məhsulun dəyəri isə ixrac etdiyi məhsulun dəyərinin 60%-ni təşkil edir. Ticarət dövriyyəsini müəyyən etmiş olaq. İlk öncə mən nə edəcəm? İxracı bilirəm 45-dir, idxalı tapmaq üçün nə edəcəm? 45-in 60%-ni tapmış olacam. 45 vurulsun 60 bölünsün 100 şəklində yazacağım. 0-ın birini buradan ixtisar etdim, düzdür? 10 ilə 45-in hər ikisinə 5-ə ixtisar aparsam, burada 9 qalmış olacaq, burada 2 qalmış olacaq. 2 ilə 6-nı ixtisar aparsam, burada da 3 qalacaq. 9-u vuraq 3-ə nə qədər etmiş olacaq? 27 etmiş olacaq. Yəni mən bunu nəyə görə ixtisar etdim? Sizin imtahanda işinizi rahatlaşdırmaqdan ötrü. Deməli, ixrac 45 milyard olacaq. İdxal isə nə qədər olacaq? 27 milyard. Biz həmişə demişik ki, ticarət dövriyyəsini tapdıqda nə edirik? İdxal və ixracı toplamış olacaq. Çünki biz ümumi dövriyyəni tapmalıyıq ki, bu ölkəyə gələnlə gedənlər nə qədərdir də ümumi olaraq. O da təbii ki, 27 ilə 45 milyardı toplamış olacağım, 72 milyard tapmış olacaq. Ticarət balansını dedikdə artıq onların fərqidir. K ölkəsində əhalinin sayı 35 milyon nəfər, illik təbii artım isə 140 min nəfər təşkil edir. Bu ölkədə 1000 nəfərə düşən təbii artımı hesablayın və onunla eyni təbii artım tipinə malik olan ölkələri xəritə sxeması müəyyən edin. Yəni ki, burada ya birinci tip ya da ikinci tip ölkəsi alınmış olacaq. Baxaq, birinci 35 milyon nəfərə götürəcəm nə qədər? 140 min nəfər x olaraq, 1000 nəfərə də götürmüş olacağım x nəfər. İndi mən 1000 nəfər vuracam 140 min nəfərə. Mən kalkulyatorda edə bilərəm, amma siz yox. 1000 nəfər vurulsun 140 min nəfər bölünsün nəyə? 35 milyon nəfərə. 35. O da etmiş olacaq 4 nəfər. Yəni burada təbii artım nədir? Aşağıdır. İndi təbii artım aşağıdır deyə mən nə edəcəm? İnkişaf etmiş ölkələr götürürəm. 2-ni götürərəm, 4-ü götürərəm. Cavab variantımız Y variantı olar. Gəncə Qazax düzünü Qarabağ düzündən fərqləndirən xüsusiyyəti müəyyən edin. Deyir ki, kök
Kür çökəkliyi tektonik zonası daxilində yerləşir. Dilim dolaşdı. Hər ikisi kür çökəkliyi tektonik zonasında yerləşdiyi üçün fərqli xüsusiyyət deyil. Xarici ölkədən sərhəd təşkil edir. Bəli, Gəncə Qazax düzü sərhəd təşkil edəcək, amma Qarabağ düzü yox. Ona görə fərqləndirən xüsusiyyətdir. Qırğızistan Respublikasına aid olan doğru fikirlər istəyir bizdən. Baxın, pambıqçılıq təsərrüfatının əsas aparıcı sahəsidir. Bu yanlış fikirdir. Pambıqçılıq olmaz, çünki bu dağlıq ərazidir. Ona görə yanlış fikir olmuş olacaq. Əhalisi əsasən türk dilinin Qıpçaq qoluna aiddir. Bəli, bu doğru fikirdir təbii ki. Xəzər dənizi sahilində neft və təbii qaz hasil olunur. Yanlış fikirdir. Xəzərə çıxışı yoxdur. Sahəsinə görə ən böyük türk dövləti ilə sərhəddə malikdir. Bəli, Qazaxıstanla sərhəddir. Əkin sahələrinin suvarılmasında Qaraqorum kanalından istifadə olunur. Yanlış fikirdir. Ərazisində dağlıq relyef üstünlüyü təşkil edəcək. 2, 4, 6 bizim doğru fikrimiz olacaq. Xəritə sxemə əsasən işarələnmiş ərazilərdə yayılmış iqlim yarımtipini müəyyən edin. Təbii ki, bu qışı qıraq keçən mülayim isti iqlim olmuş olacaq. Bunu da yadımızda saxlayaq. Kiçik Qafqaz təbii vilayətində yerləşən su anbarlarını müəyyən edin. Təbii vilayət deyir burada. Baxın, burada Sərsəng və Suqovuşan su anbarları Kiçik Qafqaz təbii vilayətində yerləşəcək. Respublikamızda yaşayan azsaylı xalqlarına aid olduğu əraziləri dil ailələrini müvafiq olaraq müəyyən edin. Biz həmişə qeyd etmişik ki, avarlar aiddir Qafqaz dil ailəsinə. Yahudilər aid olmuş olacaq Afro-Asiya dil ailəsinə. Kürdlər də aid olmuş olacaq Hind-Avropa dil ailəsinə. 1-ə 5, 2-yə 1, 3-ə isə 3 olmuş olacaq. Növbəti sualımıza diqqət edək. Əkinçiliyin daha çox suvarma və dəmiyə şəraitində inkişaf etdiyi ölkələri müəyyən edin. Suvarmada daha çox inkişaf etdiyi ölkələr təbii ki, quraq ölkələr olmuş olacaq. Nə edəcək burada? Misiri götürmüş olaram mən suvarmaya. İtaliyanı götürmüş olaram. Burada qışda əkinçilik əsasən dəmiyyədir, amma yayda suvarma var. Avstraliyada olmuş olar. Dəmiyə əkinçiliyi Kanada olar. Rusiya olmuş olacaq. Bir də ki, Böyük Britaniya olmuş olacaq. 1-ə 3, 5, 6 oldu. Digərinə isə 1, 2, 4 olmuş olacaq. Doğru olmayan ifadələri müəyyən edin. Torpaq tipləri azonal amillərin təsiri ilə ekvatordan qütblərə doğru dəyişmiş olur. Bu yanlış fikirdir. Azonal deyil bu. Xəzər, Aral, Eyr və Çad gölləri dünyanın daxili axarsız hövzələridir. Həqiqətən də bunlar dünyanın daxili axarsız hövzələridir. Pampa təbii zonası platformanın əlimə sahəsinə uyğun gəlir. Bəli, Cənubi Amerikanın cənub sahillərində, hissələrində. Torpaq və bitki örtüyü zonal komponentlərdir. Doğru fikirdir. Talış dağlarında dağ tundra iqlim tipinə rast gəlinməz. Yanlış fikirdir. Dekan yaylasında rütubətli ekvatorial meşələr təbii zonası yayılıb. Bu da yanlış fikirdir. 1, 5, 6 bizim doğru cavabımızdır. Respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün daha əlverişli imkanlara malik olan ərazini müəyyən edin. Arıçılıq bilirik ki, biz Subah və Ab çəmənliklərində daha yaxşı inkişaf etmiş olacaq. Ona görə Qarabağ yaylası, yəni vulkanik yaylası ola bilər. 8-ci saat quşağının orta meridianından 30 dərəcə şərqdə yerləşən coğrafi uzunluq üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. Birinci ilk növbədə 8-ci saat quşağının orta meridianı tapacağım. 8 vurulsun 15. Nə yazacağım burada? Eləcək 120 dərəcə şərq uzunluq. Aydındırmı? İndi ondan 30 dərəcə şərqdə yerləşən 120-nin də üzərinə 30 gələcəm. Eləcək 150 dərəcə şərq uzunluq. Şimal, cənub və şərq yarımkürələrində yerləşmiş olacaq. Bəli, həmin coğrafi uzunluq şimalda yerləşir, cənubda yerləşir və şərqdə yerləşir. Bir doğru fikirdir. 140 şərq uzunluğu yox, 150 şərq uzunluğu tapmış olduq. Yerli vaxtı Bakı şəhərinin yerli vaxtından irəlidir. Doğrudur, daha şərqdə yerləşir. Sakit Okeanın şərqindən keçir. Bu yanlış fikirdir. Sakit Okeanın şərqindən keçməyəcək. Yerli vaxtı 11-ci saat quşağının orta meridianı yerli vaxtından geridir. 11-ci saat quşağının orta meridianı 165 dərəcə şərq uzunluğudur. O da ondan 150 şərq uzunluğudur. 165-dən qərbdə yerləşdiyinə görə həqiqətən də geri olmuş olacaq. Qərb yarımkürəsində yerləşir. Yanlış fikirdir, şərqdə yerləşir. 1, 3, 5 bizim doğru cavabımızdır. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Landşaft tipləri və fiziki coğrafi rayonları vermişdir. Düzən meşə landşaftı deyir, Talış dağlarında müşahidə olunur. Bu yanlış fikirdir. Düzən meşə Lənkəran ovalığındadır. Subalp çəmənliyi Qazax Qarabağda olmaz, yüksək dağlıqda olar. Nival Zaqatala Lahıcda var, doğrudur. Dağ çöl landşaftı Qanı Xəritçay fiziki coğrafi rayonunda yoxdur. Alp çəmənliyi Qarabağ fiziki coğrafi rayonunda var, dağlarında. Bəli, doğrudur. Akkumulyasiya proseslərinin üstünlük təşkil etdiyi düzənliklər. Akkumulyasiya prosesləri əsasən akkumulyativ düzənliklərdir. Dekan yayladır, olmaz. Hind-Qanq ovalıqdır, La Plata ovalıqdır. Meksika yayladır, olmaz. Mekong ovalıqdır, Murray
ovalıqdır, amma Qviyana yayladır, olmaz. Orinoco ovalıq, Qərbi Sibir ovalıq, Padan ovalıq, bəli, bu doğru olmuş olacaq. Akkumulyasiya prosesləri akkumulyativ düzənliklərdə, ovalıqlardadır. Xəritə sxemə əsasən müvafiq olaraq alinit, neft və xromit yataqlarını müəyyən edin. Alinit bilirik ki, daş kəsəndə zəylik yatağındadır, 1 olar. Neft yataqları burada harda olmuş olar, 5 olar. Burada Mollakənd Muradxanlı neft yatağı. Digərində isə xromit isə Kəlbəcər rayonunda olmuş olacaq. 1-5-ə 3 müvafiqdir. B nöqtəsində havanın temperaturu -2 dərəcədir. Kəsmə yüksəkliyi 1000 metr olarsa A nöqtəsində havanın temperaturunu hesablayın. 1, 2, 3. B ilə A arasında 3 dənə minlik var, yəni neçədir? 3000 metrdir. Mən indi tənasib qururam ki, biz hər 1000 metrə 6 dərəcədirsə 3000 metrə x-dir. Düzdür? X-ə 3000, 6-ya 1000. Burada nə qədər etmiş olacaq? Təbii ki, 18 dərəcə etmiş olacaq. İndi 18 dərəcə B-dən A-ya doğrudur. Biz B yüksək ərazidir, görürsünüzmü? Belgiçliklər kənara doğrudur. A-ya doğru temperatur nə edəcək? Artmış olacaq. Yəni -2 üzərinə gəlsin 18 etmiş olacaq 16 dərəcə. 22-ci sualda uyğunluğu müəyyən edin. Divergent və konvergent zonalardır. Divergent zonalarda yerləşən vulkanlar əsasən hansılardır? Onlara diqqət etməliyəm. Məsələn, Hekla vulkanı divergent zonada yerləşir və Bardarbunga vulkanı. Hər ikisi İslandiya adasındadır. Konvergent zonada Pinatubo, Filippində, Vezuvi, İtaliyada, Rainier isə Cənubi Amerikada. B, C, Y olmuş olacaq. 1A-da 2B, C, Y. A variantı doğru fikirdir. 23-cü sualda. Exolotdan göndərilən səs siqnalı 9 saniyədən sonra qəbul edilmişdir. Okeanın bu hissəsinin dərinliyini hesablayın. Baxın, 9 saniyədən sonra qəbul olunubsa, deməli bu dərinliyə neçə saniyə gedib? 4,5 saniyə gedib ki, 4,5 saniyə də geri qayıdıb və 9 saniyə qəbul ediblər bunu. İndi mən nə etməliyəm? Dərinliyi tapmaq üçün 4,5-i vurmalıyam 1500 metr. Nəyə görə 1500 metrə vururuq? Çünki 1 saniyəmiz 1500 metrdir. Həmin hündürlüyümüz də etmiş olacaq 6750 metr. Doğru ifadələri müəyyən edin. Ant dağlarında dünyanın mis quşağı yerləşir, bir doğrudur. Yapon arxipelaqı il boyu bol yağıntı alır, yanlışdır. Burada mussondur. Qərbi Sibir ovalığında neft təbii qaz ehtiyatları ilə zəngindir, 3 doğrudur. Şimali Avropada iynəyarpaqlı meşələr yayılmışdır, doğrudur. Appalat daş kömür hövzəsi Şimali Amerikada yerləşir, doğru fikirdir. Şimali Afrika zəngin almaz ehtiyatlarına görə fərqlənir, yanlış fikirdir. Burada 1, 3, 4, 5 olacaq. Xəritə sxemə əsasən 2 və ya daha çox daxili dənizə birbaşa çıxışa olan ölkələri müəyyən edin. Baxın, burada gözümüzlə görürəm. İtaliya bir neçə dənizə çıxışı mövcuddur. Rusiyanın bir neçə dənizə çıxışı mövcuddur. Türkiyənin bir neçə ölkəyə dənizə çıxışı mövcuddur. İlisu, Qaragöl və Şirvan dövlət təbiət qoruqlarının yerləşdiyi inzibati rayonun müvəffəqiyyətlə düzün. İlisu yerləşir Qax rayonunda. Qaragöl yerləşir Laçın rayonunda. Şirvan dövlət qoruğu da yerləşmiş olacaq harda? Salyan rayonunda. Ona görə 3-6-2 müvafiq olaraq düzmüş olacaq. Gəncə Daşkəsən, Qarabağ, Quba Xaçmaz iqtisadi rayonları və aid olan xüsusiyyətlərdir. Neft, təbii qaz hasilatı həyata keçirilir. Neft, təbii qaz hasilatı hardadır? Təbii ki, Quba Xaçmazdadır. Sahəsinə görə ən böyük iqtisadi rayondur Qarabağ. İki xarici ölkə ilə həmsərhəddir, təbii ki, Gəncə Daşkəsən iqtisadi rayonu 2 xarici ölkə ilə sərhəd təşkil etmiş olacaq. Zəfər yolu çəkilmişdir Qarabağ iqtisadi rayonunda Zəfər yolu var. Bilirsiniz ki, Füzulidir, Xocalıdır, Xocavənd və Şuşa şəhərlərindən keçir. Tərəvəzli və tumlu meyvəsi üzrə ixtisaslaşmışdır. Bu da Quba Xaçmaz olmuş olacaq. Fərqli mövsümdə təsvir edilmiş təbii zona bir çox ot yeyən və yırtıcı heyvanların məskənidir. Bununla yanaşı bu təbii zona insanlar tərəfindən ən çox mənimsənilmiş ərazidir. Burada rütubətli mövsüm verilir və quraq mövsümü verilmişdir. Verilənlər əsasən təbii zonanı və onun yayıldığı materikləri müəyyən edin. Təbii ki, buranın rütubətli və quraq mövsümü varsa və yırtıcı heyvanlar, ot yeyən heyvanlar yayılıbsa, bu savanna və seyrək meşələr təbii zonasıdır. Və onun yayıldığı materiklər Afrika materiki, Avstraliya materiki, Avrasiya materiki, Cənubi Amerika materikini deyə bilərik. Verilənlərə əsasən cədvəli tamamlayın. Təbii zonanın yerləşdiyi iqlim qurşağı təbii ki, subekvatorial iqlim qurşağı olmuş olacaq. Bundan əlavə tropik, subtropik də var. Əraziyə daxil olan hava kütləsi yayda ekvatorial, qışda tropik hava kütlələri. Rütubətli və quraq mövsüm yay rütubətli, qış quraq olmuş olacaq. Təbii və antropogen amillər nəticəsində təbii zonada hansı qlobal problemlər yaranır? Səhralaşma prosesi yaranır. Daha sonra bəzi heyvanların nəsli kəsilir, yəni növ müxtəlifliyi azalır. Yəni biomüxtəliflik. Torpaqlar eroziyaya uğrar və sair kimi xüsusiyyətləri qeyd edə bilərik. Sağ olun əziz abituriyentlər. Gələn videolarımızda görüşmək ümidi ilə.